Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Seviş qəsəbəsində 4 sot torpaqda bir böyük salı, 2 böyük otaq olan bax belə bir həyət evi satılır. Qiyməti 38 min manatdır. Qiymətində mütləq bir balaca razılaşma olmalıdır. Hal-hazırda zalını göstərirəm. Zalın uzunluğu 9, eni 4,5-dır. Bax təmiri necə görürsünüz bu cürdə var. İndi isə ikinci otağa keçirəm. Otaqların hər ikisi 7-nin 4,5-adır. Bax bu cürdür. Hal-hazırda demək olar ki, yaşayış yoxdur. 2 qat kubiklə hörülüb. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv arayışı var. Hal-hazırda yenə təkrar edirəm. Otaqlardan birini görürsünüz. İndi isə ikinci otağa keçirəm. Deməli bu həyət evi Seviş qəsəbəsində 10 nömrəli marşrutun son dayanacağına yaxın bir ərazidir. İndi isə ikinci otağını göstərirəm. İkinci otaq birinci otaqda olduğu kimi eyni ölçüdədir. Yəni bu cürdür. Mətbəği 5-in 5-ədir. Bax mətbəği bu cürdür. Yenidən deməli mətbəğini sizə göstərirəm. Dediyim kimi 4 sot torpaqda yerləşir. Qiyməti 38 min manatdır. Qiymətində mütləq bir balaca razılaşma olmalıdır. İndi isə həyətinə çıxıram. Bax bura deməli həyətidir, bu cürdür. Hamamın istilik sistemi 2 minutkadır. Bax qarşıda görmək mümkündür. İnsan hamamına keçirəm. Gördüyünüz kimi hamamı təmirlidir. Bax bura deməli razzivalkasıdır. Bura hamamın özüdür. Yəni bax necə görürsünüz bu cürdə var. Hal-hazırda darvazadan giriş hissəsini görmək mümkündür. İnsə bağçasına keçirəm. Hardasa 4-ün 5-ə qarşıda gördüyünüz kimi bax belə bir əldamı var. 2 ədəd su bakı var. Badvalı var. Bax yenidən deməli evin xarici görünüşünü sizə göstərirəm. Qiyməti 38 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Seviş qəsəbəsində 10 nömrəli marşrutun son dayanacağına yaxın bir ərazidir. Bax belə. Sizlərə uğurlar.